Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlərimiz. Bugün 15 mart 2026-cı ildə Dahi Akademiyada keçirilən sınağın 5-ci sinif ingilis dili sualları ilə daha yaxından tanış oluruq. 26-cı sualda bizə qeyd olunub ki, choose the correct pronouns, yəni biz burada düzgün əvəzlikləri seçməliyik. Amina and her friends prepare a present for their teacher. Biz də burada həm Əminə sözünün və onun dostlarının sözlərinin altından xətt çəkilibdir. Əminə qadın cinsində deyə burada she, her friends isə cəmdədir. Burada they olmalıdır. She və they olur düzgün cavabımız B variantı. 27-ci sualda come here, she rolls in the kitchen, they taste. Come here əmr cümləsidir. Biz bilirik ki, əmr cümlələri ilə başlayan ifadələrdə continuous işlədilir. She işləndiyi üçün biz burada is cooking işlətməliyik. Digər tərəfimizdə isə they taste-dir. Daha asan olsun deyə sizin üçün they ilə də başlaya bilərsiniz, həm də buradan da başlaya bilərsiniz. Deyir ki, o mətbəxdə kökələri bişirir. Biz are cook, are cooking olanları atırıq, çünki she ilə is işlənir və dediyimiz kimi birinci cümləmizdə əmr cümləsi olduğu üçün burada davam edici zaman olmalıdır. Buna görə A və Y variantlarında atırıq. Düzgün cavabımız qalır D variantı. Sonra 28-ci sualda choose the correct imperative sentence. Düzgün əmr cümləsini seçməliyik. Əmr cümləsində is, to, ing, to be'nin formaları, does, bunların heç birindən istifadə edə bilmərik. Bu xüsusiyyətləri nəzərə alaraq A variantında listens işləndiyi üçün bu variantı atırıq. B variantında həm to, həm də not işləndiyi üçün biz bilirik ki, əmr cümləsinin inkarı don't və never-la düzəlir. Buna görə B variantını da atırıq. C variantında being işlənir. Being ing qəbul edib. Bu düzgün cavabımız deyil. D variantında never in a hurry during the school. Burada in a hurry to be feildir. To be feillərlə də be işlənməlidir. Buna görə də bu variantımız da yanlışdır. Düzgün cavabımız qalır Y variantı. Do your homeworks, ev tapşırıqlarını et formasındadır. 29-cu sualda bizdən choose the incorrect variant, yəni yanlış cavabı istəyir. Biz bilirik ki, still continuous'un zaman zərfidir, present continuous'un zaman zərfidir. Present continuous'un zaman zərfidir və cümlənin ortasında, yəni to be feilindən sonra əsas feilin isə qarşısında işlənir. Birinci cümləmizdə Fidan still does homework. Burada present continuous yox, present simple formasında işlənib. Demək, birinci cümləmiz yanlışdır. İkinci cümləmizdə is he still watching TV? He-dən sonra işlənib, hər şey doğrudur və continuousdur. Buna görə 2 düzgün cavabımızdır, yəni düzgün cümləmizdir. Üçüncüsündə do he still hear the voice? Burada da yenə do işləndiyi üçün, continuousda işlənmədiyi üçün üçüncü cümləmizdə yanlış cümlədir. 4-də isə they are still playing football. Burada da hər şey düzdür. Demək, bizdən yanlışlar istəndiyi üçün düzgün cavabımız qalır 1-3. 30-cu sualda bizdən düzgün cümlə istənilir. Saatın neçə olduğunu biz ifadə etməliyik. 16:38, yəni saat 5-ə 22 dəqiqə qalıb. 22 dəqiqə dediyi üçün biz burada 22 olan variantları əlimizdə saxlayırıq. A variantı və C variantı buna görə getdi. Qalıb sözü də to sözü olduğu üçün past olan variantlarımızı da atırıq. Düzgün cavabımız qalır D variantı. It is 22 to 5. 31-ci sualda which variant is correct for both sentences? Hansı variant hər iki cümlə üçün düzgündür? Biz birinci baxırıq ki, cümləmiz sual cümləsidir. Buna görə də təsdiq formasında olan variantları atırıq. A, B və C variantlarımız getdi. Birinci cümlədə how many boys? Boys sözü cəmdədir. İkinci cümlədə isə biz bilirik ki, zeri-zera cümlələrində and-dən əvvəl gələn birinci söz xəbərlə uzlaşır. Three fish-də düzgün və cəmdə olduğu üçün burada da hər ikisində cəm olur və bu zamanda biz burada are deyir, yəni Y variantını düzgün götürə bilirik. 32-ci sualda complete the sentence with correct pronouns. Bizə verilən cümləni düzgün əvəzliklərlə tamamlamalıyıq. Richard shows new bike and they like. Burada show feildir. Biz bilirik ki, feildən sonra obyekt alı işlənməlidir. Demək, birinci boşluğumuzda biz obyekt alı istifadə etməliyik. Yalnız obyekt olan variantları əlimizdə saxlayırıq. B variantı getdi və A variantı ilə B variantını atırıq. Çünki hər ikisinin birinci əvəzliyi obyekt alı da deyil.
C, D, Y variantlarımızın birincisi obyekt haldadır. İkinci boşluğumuzda nöqtələrdən sonra isim gəlib. Demək burada hər hansısa bir asılı əvəzlik olmalıdır. Həm C, həm D, həm də Y variantımızın ikinci tərəfi asılı olduğu üçün hər üçünü saxlayıram. And, they like. Bunlar da söhbət velosiped sözündən gedir. Velosiped sözü cansızdır və təkdədir. Demək üçüncü şəxsin təki, yəni it əvəzliyini ifadə edəcək. Bu zaman it olan variantımız yalnız düzgün cavabımız kalır D variantı. Richard shows them his new bike and they like it. Richard onlara yeni velosipedini gösterdi ve onlar onu xoşladı, bəyəndi. Keçirik 33-cü suala. 33-cü sualda bizdən yenə də choose the correct sentence, yəni düzgün cümlə istənilir. A variantında she drinks many coffee in the morning. Burada coffee sözü uncountable'da. Uncountable sözlərlə many işlənməz. Buna görə A variantı yanlışdır. B variantında he don't have a time for his hobbies. Burada he ilə don't yox, doesn't olmalıydı və time-la da a article olmaz. Buna görə B variantı da yanlışdır. C variantında there are two bread on the table. Two bread ola bilməz, çünki miqdar sayı uncountable sözlərlə işlənməz və bread sözü təkdədir. Zerardan da işlənə bilməz, zeriz olmalıydı. Buna görə bu da yanlış cavabdır. Much sugars is bad for your teeth. Burada sugar sözü uncountable'da muchla ola bilər, amma sugar sözü işlənə bilməz. Çünki sugar uncountable sözdür və uncountable sözlər də cəmlənmir. Bu variantı da atırıq. There is much traffic on the way. Hər şey düzdür. Traffic sözü uncountable'da. Uncountable'lar muchla işlənib, zerizlə işlənib. Hər şey doğrudur. Düzgün cavabımız qalır. Y variantı. 34-cü sualda choose the correct imperative sentence. Biz düzgün əmr cümləsini yenidən seçməliyik. A variantında please is ready for lesson. Bayaq da qeyd etdiyim kimi əmr cümlələrində to be'nin formalarından istifadə olunmaz. Burada da is ready dediyi üçün variantımız yanlışdır. To do your duty in time. Do əsas feildir, amma qarşısında to istifadə olunub. Buna görə bu da yanlışdır. Don't be take these scissors Eileen. Burada take götürmək feilidir və əsas feildir. To be feil deyil və biz yalnız to be feilləri be ilə işlədirik, əsas feilləri yox. Buna görə bu variantımız da getdi. Puts all interesting books in your bookies. Put feildir və put feili s qəbul edib. Bu da yanlışdır. Be active during the lesson. It is important. Dərs müddətində aktiv ol. Bu vacibdir. Bu variantımız düzgün cavabdır. Burada ol mənasında işləndiyi üçün be əsas feil kimi çıxış edə bilib. Choose the correct sentences in the possessive case. Yerlik halda işlənmiş düzgün cümlələri seçməliyik. Birinci cümlədə her mother's black bags is in the shelf. Biz bilirik ki, yerlik halda olan sözlərdə onları biz xəbərlə uzlaşdıranda apostrof s apostrofdan sonra gələn söz xəbərlə uzlaşır. Onun anasının qara çantaları söhbət bags sözündən gedir və bununla iz yox ar olmalıydı. Buna görə birinci cümləmiz yanlışdır. The Məmmədov's neighbor has a new summer house. Burada Məmmədovların yerlik hal kimi düzgün işlənibdir. Biz bilirik ki, the article ilə soyadlar işlənəndə s apostrof olur. Bu düzdür. Neighbor təkdədir və bununla has işlənib. Yəni İkinci cümləmiz düzgündür. Layla's and İbrahim's money is here. Leylanın İbrahimin ayrı-ayrı pullarıdır, amma money sözü uncountable'dır. Buna görə izlə işlənib, yəni bu da düzdür. Ayhan's and Yunis progress are very good. Ayrı-ayrı inkişaflarından söhbət gedir, amma progress sözü uncountable'da arla yox, izlə olmalıydı, səhvdir. Demək, bizdən düzgünlər istəndiyi üçün biz 2 və 3-ü, yəni A variantını düzgün götürəcəyik. 36-cı sualda choose the correct sentence, düzgün cümləni seçməliyik. Biz görürük ki, bizim mübtədamız her cousin sözüdür. Her cousin 3-cü şəxsin təkidir. Buna görə də bununla do yox, does olmalıydı. A variantı getdi. B variantında does düzgün işlənib, amma hers cousin yazdı. Yerlik əvəzliklərinin müstəqil formasından sonra isim gələ bilməz. Burada da hers işləndiyi üçün bu variantımız yanlışdır. C variantında does her cousin has much homework. Biz bilməliyik ki, does olan yerdə has'dən istifadə olunmaz. Bu has dəyişib have olmalıydı. D variantında bir neçə yanlış məqam var. Bunlardan birincisi odur ki, cousin'dan do yox, does olmalıdır. İkincisi odur ki, do does olan yerdə got olmaz. Üçüncüsü de odur ki, burada has yox, have olmalıydı. Does her cousin have much homework formasında olmalıydı. Buna görə də Y variantımız düzgün cavabdır.
37-ci sualda düzgün cümləni seçməliyik. Daha doğrusu sözləri düzgün uyğunlaşdırmalıyıq. Düzgün variantı seçməliyik. Many və much ifadə olunub bizə. Biz bunları düzgün uyğunlaşdıraq. Gəlin birinci muchdan başlayaq. Biz bilirik ki, many countable-larla, much isə uncountable-larla işlənir. Burada verilən sözlərdən uncountable-ları seçək. Bunlardan birincisi grass, yəni otdur. İkincisi orange juice, yəni portağal şirəsidir. Və sonuncusu da free time, yəni boş vaxtı, CD muchla işlənə bilir. Keçirik many-yə. Many ilə countable sözlər və həmin o countable-larda mütləq cəm forması işlənməlidir. Fish sözü, fish'in cəm forması yoxdur. Həm tək, həm cəm forması eyni olan isimdir. Buna görə bu sözlərdən biri fish'dir. Meal olsaydı, olmağına countable-dır, amma meal olsaydı meals olmalıydı. Buna görə B variantı olanları atmalıyıq. Və sonuncusu da milk bottles, süd butulkaları. Burada da bottles sözü cəmdədir. Bu düzdür. Demək, birincidə A və F, ikincidə C, D, E olan variantı seçməliyik. Cavabımız da qalır B variantı. 38-ci sualda choose the line of nouns, yəni isimlərdən ibarət cərgəni seçməliyik. Blanket, yorğan, century, əsir, aim, məqsəd, top isə zirvə deməkdir. Hamısı isimdir. B variantında historical sözü var, tarixidir, bu sifətdir. C variantı həm throw var, atmaq, tullamaq var, həm shake var. Buna görə bu variantımız da getdi. D variantında fresh, təzə, təravətli, guess, təxmin etməkdir, getdi. Y variantında da bir neçə səhv söz var. Overweight'dir, kökdür, bu da sifətdir, getdi. Düzgün cavabımız da qalır A variantı. 39-cu sualda there is a bag on the desk, but this is not mother's bag, is white. Burada deyir ki, partanın üzərində çanta var, amma o mənim anamınki və yaxud da kiminsə anasınki deyil, onunki ağdır. Burada nöqtələrdən sonra isim var deyə, burada asılı yəlik əvəzliyi, burada nöqtələrdən sonra isim yoxdur deyə, burada isə müstəqil yəlik əvəzliyindən istifadə etməliyik. Birinci tərəfi aslı, ikinci tərəfi müstəqil olan variantları əlimizdə saxlamalıyıq. A variantı getdi, D variantı getdi və B variantı getdi. Qaldıq C və Y variantları arasında seçim etməkdə. C və Y variantlarına baxdıqda hər ikisində birinci tərəf aslı, ikinci tərəf müstəqildir. Amma anadan söhbət getdiyi üçün, ana da qadın cinsində olduğu üçün hers bag olan ikinci tərəfimiz, yəni düzgündür. Deyir ki, there is a bag on the desk, but this is not my mother's bag, hers is white. 40-cı sualda how many variants are correct? Neçə variantımız düzdürsə onları seçməliyik. There isn't coffee in the cup. Burada coffee-dən söhbət gedir. Coffee sözü uncountable sözdür. Many ilə işlənə bilməz. Buna görə bir yanlışdır. İkincisində no ola bilməz. Çünki bir cümlədə iki inkarlıq işlənə bilməz. Bu da yanlışdır. Üçüncü isn't any coffee. Bu düzdür. Dördüncüsündə some inkar cümləsində işlənə bilməz, yanlışdır. 5-də few ilə coffee işlənməz, çünki few countable-larla işlənir. 6-da nə, no-dan sonra any gələ bilməz, nə də bir cümlədə iki inkar ola bilməz. Buna görə də düzgün cavab olur B variantı. 41-ci sualda choose the correct ordinal cardinal pair, yəni birinci tərəf sıra, ikinci tərəfi miqdar sayı olan cütü seçməliyik. Baxaq ki, A variantında tərsinə ifadə olunubdur. Buna görə A variantını atarıq. Yerdə qalanlarında hamısında birinci sıra, ikincisi miqdar sayıdır. B variantına baxsaq, the third olan tərəf düzgündür, amma 40 belə yazılmır. 40 şəklində yazılır. Burada U hərfi artıqdır. Buna görə B variantını atırıq. C variantında 5 olan tərəf doğrudur, amma 9-cu deyəndə nis formasında deyilir. Burada E olmur, nis yazılır. Buna görə C də səhvdir. D variantında 12 olan tərəf doğrudur, amma 5 belə yazılmır. 5 yazılır. Buna görə D variantı yanlışdır. Düzgün cavabımız qalır Y variantı. The fourth and fourth. 42-ci sualda choose the correct sentence in the possessive case. Yerlik halda olan düzgün cümləni seçməliyik. A variantında Paul's classmates are 11. Biz bilirik ki, insan adları apostrof ilə işlənir, S apostrofla işlənmir. Buna görə bu yanlışdır. My mother's and sister's hair
are black. Hair bədən üzvlərinə aid olduğu üçün saç ortaq ola bilməz, amma hair uncountable-dır. Bundan da are yox, is olmalıydı. Buna görə B variantımız da yanlışdır. C variantında Fidan's and Aylin's shoes colors are white. Fidanla Aylinin ayaqqabılarına qədər olan hissə doğrudur, amma shoes colors desək, bu cansız isimlərin yerlik halı. Cansız isimlərin yerlik halı of vasitəsilə düzəlir. Buna görə bu variant da yanlışdır. Let's go to the baker's now. Burada let's olan hissəsi yerlik hal deyil, amma the baker's now yerlik haldır. Demək D variantımız düzgündür. The Savage's new car is expensive. Digər suallarda da qeyd etdiyim kimi D soyadlarının işlənəndə S apostrof olmalıydı. Buna görə Y variantı da yanlışdır. Düzgün cavabımız qalır D variantı. 43-cü sualda choose the correct imperative sentence, düzgün əmr cümləsini seçməliyik. Digər suallarda da qeyd etdiyim kimi to'ları, s'ləri, mübtədaları, modalları, to be'nin formalarını biz bütün hamısından atmalıyıq. A variantında give fe'linin qarşısında to işlənib deyə bu səhvdir. B variantında play fe'linə s artırılıb deyə bu da səhvdir. C variantında həm can modal fe'li var, həm də ceyhun mübtəda var burada. Biz əmr cümləsində bunlardan istifadə edə bilmərik. D variantında nə var? Be late olmalıdır. Çünki to be'li fe'llər be ilə işlənməlidir. Buna görə bu da yanlışdır. Y variantı isə düzdür. Don't take my book. Hər şey doğrudur. 44-cü sualda his friend usually him good advice and he. Burada usually var. Usually present simple'ın zaman zərfidir. ING olanı atırıq. Is give deyilən bir forma yoxdur. Bunu da atırıq. His friend deyir. Bu his friend ya he'dir ya da she'dir. Yəni üçüncü şəxsin təkidir. Üçüncü şəxsin təki olanda fe'lin sonuna s artırmaq lazımdır. Buna görə də gives olanlardan birini seçirik ki B variantı da yanlışdır. İkinci tərəfində də he var. He varsa yenə fe'lin sonuna s artırmalıyıq. Demək düzgün cavabımız qalır D variantı. 45-ci sualda choose the wrong antonym pairs. Yəni yanlış olan antonim cütünü seçməliyik. Biz bunları sinonimlər, antonimlər olan hissədən əzbərləmişik. Fasten and fasten antonimdir. Demək bu variant düzgün deyil. Dry wet, dry quru, wet yaş antonimdir. Remember xatırlamaq, be back qayıtmaq, geri qayıtmaq. Bunlar bir-birlərinin antonim deyillər. Pretty gözəl, ugly çirkin antonimdir. Ask soruşmaq, answer cavab vermək bu da antonimdir. Demək yanlış olan olur. Remember and be back cüdür. 46-cı sualda choose the incorrect variant. She gives him but he doesn't like them. Quantity expressions bölməsinə aid olan bir sualda cümləmizin sonunda them var. Demək ofdan əvvəl gələn sözlərimiz cəmdə olmalıdır. Amma bizdən yanlışlar istəyir deyə biz cəmdə olanları atacağıq. Baxın, she gives him 6 kilos of bananas. Burada 6 var deyə kilos cəmdədir. Kilos var deyə bananas da cəmdədir. Them var deyə ofdan əvvəlki kilos sözü də cəmdədir. Amma bizdən yanlışları istəyir demək biri götürə bilmərik. İkincisində ofdan əvvəl slices gəlibdir. Bu düzdür. Cheese də düzdür. Amma any sual və inkar cümləsində işlənir. Bizdə də any cümləmizin birinci tərəfi inkar deyil. Buna görə 2 yanlışdır. A pair of honey. Ümumiyyətlə həm bu quruluş səhvdir, həm o pair sözü təkdədir. Buna görə bunu atırıq. Bu da yanlışdır. Two pairs of shoes. Ofdan əvvəl pairs gəlibdir və cəmdədir. Shoes da cəmdədir. Hər şey düzdür. Demək, dördüncü də düzgündür. Bizdən də yanlış istəyir. Bunu götürmürük. 6 slices of apples. 6 var deyə slices cəmdədir və apples da cəmdədir. Hər şey düzdür. Bizdən də yanlışı istəyir. Bunu da götürmürük. A bowl of rice. Bu da yanlışdır. Demək, 2, 3, 6 bizim yanlış sözlərimizdir, cümlələrimizdir. Cavab da qaldı B variantı. 47-ci sual. Choose the correct cardinal numerals. Düzgün miqdar sayıları olan variantı seçməliyik. Bayaq da qeyd etdiyim kimi 40, yəni 40 sayında U hərfi ola bilməz. Buna görə A variantı yanlışdır. B variantında bu 41-ci sualda da qeyd etdiyimiz kimi means işlənə bilməz. Buna görə burada da E hərfi yanlışdır deyə bu da getdi. C variantında 9, 20, 12 hər şey düzdür. D variantında bizdən miqdar istəyir, amma burada sıra sayı qeyd olunubdur. Y variantında da 3-də sıra sayıdır. Bizdən isə miqdar istənir. Demək düzgün cavab qalır C variantı.
48-ci sualda choose the incorrect variant, yəni yanlış variantı seçməliyik. You don't have any mistake. Bu cümlədə bir yanlışlıq yoxdur, hər şey düzdür. He hasn't got a new car. Burada da hər şey düzdür. We are having dinner with our family. They are having an interesting book. Bizə məlumdur ki, have yemək içmək mənasında olanda continuousdan işlənə bilir, amma malik olmaq mənasında olduqda biz onu ing ilə işlədə bilmərik. C variantında yemək mənasındadır, having dinner işlənibdir. Demək bu cümlə düzdür. Amma D variantında they are having an interesting book. Onların maraqlı kitabı var. Burada var mənasındadır, amma ona görə də are having ola bilməz. D variantı demək bizim yanlış variantımızdır. Y variantında da Həsən doesn't have a computer, hər şey düzdür. Bizdən yanlış istəndiyi üçün D variantını götürürük. 49-cu sualda many songs and dances at the birthday party, an interesting party. Burada yine bayaq da qeyd etdiyim kimi there is there are cümlələrində and olanda birinci gələn söz xəbərlə uzlaşır. Many songs sözü cəmdədir. Cəmdə olduğu üçün biz burada there are olan variantlardan birini götürməliyik. Ya B variantıdır, yaxud da C variantı düzgün məqamdır. Digər tərəfində isə an interesting party deyir. Party sözü təkdədir. Təkdə olduğu üçün biz bununla it is işlətməliyik. Buna görə də düzgün cavabımız olur B variantı. Sonuncu sualımızda which nouns can the plural ending es be added to? Hansı isimlərimizin cəm formasına es artırılır? Character, culture, fireman. Burada həm fireman sözü, həm character, həm də culture sözü heç biri bizim şərtimizi ödəmir. B variantında exhibition, passion, subway. Burada da yenə eyni qayda ilə sadəcə subway sözünü biz götürə bilərdik. Amma burada da bir məqam var. Why-dan əvvəl biz bilirik ki, qaydamızı yadımıza salaq. Sait gəldikdə biz buna s artırırıq. Samit gəldikdə isə why düşür, olur ay, üzərinə es artırırıq. Bu şərti ödəmir deyə B variantı da yanlışdır. Carpet, tourist location heç biri bizim şərtimizə uyğun deyil. Aim, gift, fridge heç biri şərtimizə uyğun deyil. Watch, potato, shelf. Watch sözü ch ilə bitir deyə watches olmalıdır. Potato es ilə cəm